Bu Bakının Badamdar qəsəbəsindəki söküntü qarışıqlığına dair qısa bir icmaldır. Deməli, təxminən 4 ay əvvəl Səbail rayonunda Seymur Məmmədov küçəsində bir ev sökülüb. Amma söküntüdən sonra heç bir təmizlik işi aparılmayıb və bu vəziyyət demək olar ki, bütün küçə sakinlərinin həyatını iflic edib. Gəlin əsas məqamlara baxaq. Birincisi, problemin birbaşa təsirləri. Söküntü tullantıları birbaşa küçənin ortasına atılıb və asfalt yol tamamilə yararsız hala düşüb. İndi təsəvvür eləyin, sakinlər, xüsusən də məktəbli uşaqlar, hər gün palçığın içindən keçmək məcburiyyətində qalır. Avtomobillər isə demək olar hərəkət edə bilmir, daima zərər görür. Bu da sakinlər üçün əlavə təmir xərcləri deməkdir. İkincisi, şikayətlər təkcə yolla bitmir. Bəzi sakinlər deyir ki, söküntü zamanı onlara heç bir xəbərdarlıq edilmədən evlərinin damı və hasarları da sökülüb. Hətta deyilənə görə ərazidəki ağaclara da ziyan vurulub. Və nəhayət, rəsmi mövqe. Səbail rayon icra hakimiyyəti bildirir ki, sökülən evi yeni bir mülkiyyətçi alıb və ərazini təmizləmək də onun məsuliyyətidir. Məlum olur ki, həmin mülkiyyətçi ilə digər sakinlər arasında onsuz da söküntü ilə bağlı bir anlaşılmazlıq var imiş. Rəsmilər deyir ki, mülkiyyətçiyə xəbərdarlıq ediblər və problem tez bir zamanda həll olunacaq. Qısası, Badamdarda bir mülkiyyətçinin söküntü işləri, rəsmi qurumların vədlərinə baxmayaraq, bütün bir məhəllə üçün aylardır davam edən böhrana çevrilib.